Herkese salam. Burası Samur Yalama Milli Parkıdır. Üçboru deyilən piknik ərazisidir. Bugün bura kamp eləməyə gəlmişik. Daha doğrusu piknik eləməyə gəlmişik. Hər şey çox gözəldir. Günümüz çox gözəl keçir. Hava çox gözəldir. Və burada çox gözəldir. Bura mənə görə Samur Yalama Milli Parkının ən gözəl ərazisidir. Çünki həm dəniz mənzərəsi var, həm meşənin içidir, həm çayın kənarıdır. Ona görə mənə görə bura ən gözəl ərazidir. O gördüğünüz plekan meşə marşrutuna açılır və burada çay var. Dəniz mənzərəsini göstərim sizə. Və dəniz niyə dumanlıdır? O tepeydi. O isteyerek koydular. Böyle koydular. Farida xanım. Kızım yaradır da, kızım pişirir, kızım çıkardır da. Görsən yox. Burada yürüyüş üçün Üçboru Xəzər adlanan gözəl bir marşrut var. Yeməyimizi yeyəndən sonra biraz yürüyüşə çıxdıq. Biraz meşənin dərinliyinə daxil olduqdan sonra sakitlik vaxtı elan etdik. Kimimiz dincəlir, kimimiz quşların, meşənin səsinə qulaq asır. Mən isə burada təbiətin təbii musiqisi ilə bir neçə dəqiqəlik meditasiya edirəm. Və davamı bir sonraki videoda.